Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda 2 mərtəbəli 4 otaqlı həyət evi satışdadır. Ev tam təmirli vəziyyətdədir. Çox gözəl keyfiyyətli tikilisi və çox gözəl zövqlə də təmir olunmuş bir evdir. Bu evin üst görünüşü, ev 2 sotaya yaxın torpaq sahəsində tikilibdir. Sənədləri var, evində torpağında sənədləri var, çıxarışdır. Və ipoteka ilə də bu evi almaq istəyənlər asanlıqla da evi əldə edə bilərlər. Bax, belə bir evin üst görünüşü var. Kommunal xətlərin hər biri çəkilib, qaz, su, işıq daimidir. Geniş bir həyəti qalıbdır. Darvazası, trap xətti çəkilib, kanalizasiya sistemi mərkəzidir. Həyətində su xətti var. Kombi aparat üstündə yeri, bax burada hazır vəziyyətdə saxlanılıbdır. Ev kürsülüdür, mərtəbələr arası monolit betonludur. Pəncərələr göründüyü kimi şəbəkə sisteminə yığılıb və geniş bir zirzəmisi də var. Və evə daxil olduqda geniş bir dəhlizi, döşəməsi istipoldur dəhlizin və eləcə də sol tərəfdə mətbəxi və burada da hamam otağı yerləşir ki, göstərim onu da, bax. Mətbəxdə istipoldur. Geniş bax belə bir mətbəxi var. Mətbəx mebel içində yığılma yeri belə hazır vəziyyətdə saxlanılıb. Keyfiyyətli qapılar qoyulubdur. Çox gözəl keyfiyyətli təmir işləri gedirdi zövqlə. Bura hamam otağıdır. Metlar kafelli. Orada döşəməsi istipoldur. Dəhlizi və burada isə geniş bir zal otağı yerləşir. Çox gözəl, geniş bir zal otağı. İşıqlı bir zal otağıdır. Kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilibdir. Belə çox gözəl, zövqlə də təmir olunur. Çox gözəl keyfiyyətli tikilisi də var, onu da bir daha qeyd edim. Otaqların hər birində kondisioner üçün işıq xətti çəkilibdir. İkinci mərtəbə qalxmaq üçün pilləkən də beton atılıbdır. Üstünə isə mərmər döşənib. Burada isə pilləkən altında bax belə bir boş bir yer saxlanılıbdır ki, buradan da gələcəkdə alıcı istədiyi kimi istifadə edə bilərlər. Birinci mərtəbə ilə tanış olduq. İkinci mərtəbədə geniş bir dəhlizi, göründüyü kimi burada pilləkənlə qalxdıq və geniş bir dəhliz var. 3 yataq otağı yerləşir ikinci mərtəbədə. Bura bir yataq otağı, otaqların hər biri işıqlıdır. Gün işığı hər bir otağa düşür, genişdir. Bura ikinci bir yataq otağı. Otaqlar geniş, çox gözəl. Belə geniş otaqları, dəhlizi geniş. Burası üçüncü bir yataq otağı. Evet, çox geniş otaqlar var. Burası ise balkonu. Böyle bir geniş balkonu var. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcək. İpoteka ilə də ev almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Burası ikinci mərtəbədə yerləşən hamam otağı. Metlar kafelli. Evin başlanğıc qiyməti 115.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.